Salam dostlar. Bugünkü videoda sizə Alman dilində bəzi vacib feil birləşmələrini və onların düzgün istifadəsini izah edəcəm. Gəlin başlayaq. Sich freuen auf Akkusativ. Sich freuen auf Akkusativ. Qarşıdakı bir hadisəyə sevinmək. Məsələn, mən tətilə sevinirəm. Ich freue mich auf den Urlaub. Mən tətilə sevinirəm. Ich freue mich auf den Urlaub. Sich freuen über Akkusativ. Artıq baş vermiş bir şeyə sevinmək. Sich freuen über Akkusativ. Artıq baş vermiş bir şeyə sevinmək. Ich freue mich über das Geschenk. Mən hədiyyədən sevinirəm. Yəni hədiyyə alınıb və mən sevinirəm. Sein zufrieden mit Dativ, razı olmaq. Sein zufrieden mit Dativ, razı olmaq, razı qalmaq. Ich bin zufrieden mit meinem Essen. Ich bin zufrieden mit meinem Essen. Mən yeməyimdən razıyam. Mən yeməyimdən razıyam. Träumen von Dativ. Xəyalını qurmaq, yuxuda görmək. Träumen von Dativ, xəyalını qurmaq, yuxuda görmək. Ich träume von einem schönen Haus. Mən gözəl bir ev xəyal edirəm. Ich träume von einem schönen Haus. Mən gözəl bir ev xəyal edirəm. Sich interessieren für Akkusativ. Sich interessieren für Akkusativ, maraqlanmaq. Ich interessiere mich für Musik. Ich interessiere mich für Musik. Bu, mən musiqiyə maraq göstərirəm deməkdir. Reden sprechen ola bilər, über Akkusativ. Mit Dativ, yəni bir mövzu haqqında danışmaq. Reden veya sprechen über Akkusativ, mit Dativ, bir mövzu haqqında danışmaq. Ich spreche mit meinem Freund über den Film. Ich spreche mit meinem Freund über den Film. Mən dostumla film haqqında danışıram. Sich ärgern über Akkusativ. Əsəbləşmək. Ich ärgere mich über den Stau. Ich ärgere mich über den Stau. Bu, mən sıxışıq trafikin səbəb olduğu vəziyyətdən əsəbləşirəm. Mən tıxacdan əsəbləşirəm.